baxırsınız ki, kimsə belə yüksəlir, yavaş-yavaş deyim ki, birinci özü gözəlləşir, maddi vəziyyəti gözəlləşir. Amma elə bir yerdə belə bir tutulur ki, o çəkilir aşağı. Yüksəlişi dərhal çöküşlə müşahidə olunur. Bu nədir? Bu nə? Onda aşağı varlıqlar o yüksək frekansda tutdular. O necə olur? Mən elə öz misalımda deyim də, yəni siz dedikləriniz hamısı mən yaşamışam. Ona görə mən insanlara izah eləmək daha asandır. Mən qalxdım bu işdə, düşdüm. Qalxdım, düşdüm, qalxdım, düşdüm. Niyə? Birinci qalxanda eqom tarazlanmamışdı, düşdüm. İkinci qalxanda aşağı titrəşimlərlə hələ bitirməmişdim, düşdüm. Onlarla bitirdim, sonra qalxdım. Üçüncü qalxışda ailə münasibətim hələ tam oturmamışdı. Ona görə düşdüm onları çözmək üçün. Hər dəfə biz düşdükcə daha da güclü qalxırıq.